Herkese salam. Bugün Sinsey'de çəkilişim var. Bu bir əməkdaşlıq çəkilişidir və mən istədim ki, bugünü vlogluyum. Başdan sona bütün proseduru siz də izləyəsiniz. Arxamda gördüyünüz kimi Sinsey mağazasıdır və mən hal-hazırda gözləyirəm. İndi birazdan keçəcəyik çəkiliş etməyə. Gəldik artıq mağazadayıq və əvvəlcə buradakı məhsullarla tanış olub, ondan sonra nə çəkəcəyimizə qərar verəcəyik. Əslində nə çəkəcəyimizi təxminən bilirik, amma məhsullarla tanış olub məhsulları seçməliyik. Burada o qədər gözəl ev əşyaları var. Home collection'u həqiqətən çox bəyənirəm. Belə indi sizə maraqlı olanlardan göstərərəm. Baxın məsələn. Burada belə bir fincanlar var. Çox gözəldir. Çok geçeydi, çok estetik. Bakın hele bunlar. Daha sonra. Ay keşke evim olsa da bunlardan alsam. Başka geçen şeyler var. Bunlar da çok güzeldi, çok estetikti. Tamam. Ay hele bunlara bakın. Bu da çok geçen, çok farklıdır. Burada çok geçen şamlar var. Qablaşması da çok güzeldir. Hele qoxularına, çaş qoxulaya bilsəniz, çaş. Kaş sizə ötürə bilsəydim. Buna bakın çok farklıdır. Bu darçın qoxur, eğer darçın sevirsinizsə. Sonra böyle bir şey de var. Kokusu geçeydi. Çok estetikler. Hele buna bakın. Güzeldi. Gelin bakalım. Bugün Sinsey'den 8 Mart için sevdiklerinize 100 azimlik bütçeyle neler alabiliriz? Cümle o kadar uzun bir cümle fokuslamışım cümleye. İlk kadrımızı çektik. Bir ara mikrofonu işləmədi. Çox panik keçirirdim oraya. Əslində o qədər hazırlıqlı gəlirəm ki, o qədər məsuliyyətli davranıram ki, amma ani bir problemlər çıxanda həmən panik keçirməyə başlayıram. Mikrofonumu gündəlik həyatımda belə həmişə üstündə daşıyıram ki, birdən də nəyəsə lazım olar, nəyəsə səsləndirmək falan filan. Amma indi baxdım ki, qırmızı işığı yandı və bilmirəm niyə yanır, yəni açığı zaretkası da var, bilmədim. Nəysə. Səbət götürmək, səndə. Götürək. Məncə də. Gözə görüm orada səbət var mı? Deyəsən o araba kimi səbətləndir. Əldə varsa əldə götürsə daha yaxşı. Çünki 100 manata sığmayacaq o. Neysə, mən o sırada sizə nələr göstərim. Burada dediyim kimi şamlardır. Burada baxın oyuncaq bölümü də var uşaqlar üçün. Bura erkəklər üçündür. Oğlanlar üçün. Azərbaycanca danış. Əminəm mən axtarır, bəli. Tapmadın səbət. Yox, ancaq birdən orada qapıda gördüklərimizdən. Ondan götürək. Biz hədiyəmizi seçməyə başlayırıq. Sən də bizi çək. 1, 2, 3, sən. 1, 2, 3. Əvvəlcə anam üçün hədiyyə seçməyə başlayırıq. Ona görə də Sinsey'in Home Collection. Bir də əvvəlcə anam üçün hədiyyə seçək, ona görə də Home Collection-dan başlayırıq. Əvvəlcə anam üçün hədiyyə seçək, ona görə də Home Collection-dan başlayırıq. Gəncə qəşəng. Əvvəlcə anam üçün hədiyyə. Yox, şey eləmir, cümlədən. Ay aman neysə, belə bir... Belə gedir bunu bakalım. İlk seçimim bu bakallar oldu. Məncə analar bilir. Bir də çəkilişimiz davam edir. Bu da mən. Çəkilişimizi bitirdik. Artıq son kadrımız qalıb. İndi gözləyirik onu çəkmək üçün. Bununla da yekunlaşdıracağıq.
Kassanı gözləyənə qədər istəyirəm mən sizə ümumi mağaza turu eləyim. Buna baxın. Ne şeydir. Belə göstərim. Bu da mən. Çox böyük bir mağazadır. Burada həm uşaq üçün, həm kişilər üçün, həm qadın üçün. Yəni hər şey tapa bilərsiniz. Baxın, bu uşaq bölümüdür. Burada belə maraqlı bir şeylər var. Hədiyəlik. Bu da çok yaşayındı, şirindir bak. Bura oğlan bölümüdür. Bura ise benim en sevdiğim home collection'dır. Ay. İnşallah bir gün evim olsun. O kadar şeyler alacağım buradan. Bir, iki, üç. Bir hanım yoxdur. Hə. Bizim onu götürdülər. Hə. Bir kadın götürüb kəsərsən onu, sonra bu paketləri Hə, verər. hə. Bir, iki, üç. Çok. Bir, iki, üç. Çok. Çantamı da götürüm. Sen 100 manatın arada kaynamasın. Biz demiyorlar ki bitirdik. Sağ olun. Demiyorlar ki bitirdik. Şimdi ikimiz de acından ölürük. Canım reis maker'ım. Gedirik yemek yemeye. Sağ olun. Hə, deməli ümid edirik ki, burada McDonald's var. Çünki McDonald's istəyir ürəyimiz, olmasa heç nə. Burada da olmasa sən aparacağım inşaatçılara. Orada McDonald's var. Sizə keş bizə inşaatçılara göndərsəydik. Oradan evdən şıpıdı gələrdim. Sonra gedərdik oradan ayaqla McDonald'sdan da yemək yeyərdik. Heç burada ümumiyyətlə 24-ündən sonrası KFC var. KFC var. KFC harda gördün? Orada da var. Görürsən. McDonald's görmürəm. KFC gördüysə KFC bir dənə qəşəng menü var. Hə? Belə iftar menüsü, hə, çox tatlıdır. Olar. İftar menüsünü vaxtı verirlər. Verərlər, hə. Bir şey də yaşayın deyə. Burger King də bəyənirəm. O desin burada yoxsa. Biz yemişdik. Mesela Zefirmol qəşəngdir. Zefirmol qəşəngdir, amma çox az adam var və çox yaxşıdır da, yəni az adam olmağı. Bir də mən düşünürəm ki, Bakıda çox adamın Zefirmoldan xəbəri yoxdur. Çünki mən adicə Park Bulvarda işləyən vaxtlarımda heç çoxunun Park Bulvardan belə xəbəri yox idi, amma o mərkəzdə yerləşir. Qeyd edim ki, Zefirmol bilməyənlər üçün Yasamalda yerləşir. Biz bunu göstermek istedik. Biz düşünürük ki ikimiz de yiyip qutarabilməyəcəyik. İçində soslar da var. Götür, məncə yaxşıdır. Allah'tan getməsəydi inşallah öldü söhbət. Kameradan belə hər şey götürəcək. Deməli, gördüyünüz kimi mən artıq üzərimi dəyişmişəm. Bu deməkdir ki, evə gedilib üstümü dəyişmişəm. Kompüteri götürmüşəm və gəldik coffee shop'a. Burada işimizi devam etdirəcəyik. Mən biraz işlərim var kompüterdə və s. Onları eləyəcəm. Belə, həm də hava çox soyuqdur. Biraz çay içib qızınmaq istəyirik. İndi kompüter işlərə biləm. Məsələn, bunu da... Birisi bunları buraya eklemeyi bir hafta çəkdə tapdım. Hə, valla. Deməli, saat neçədir? 23:14. İndi gəlib evə çatdım. Heç üzərimi belə dəyişməmişəm. Mənim üçün çox dolu bir gün keçdi. Eyni zamanda çox stresli bir gün idi. Çünki deməli, Instagramda yarış keçirirdim. Giveaway yarışı. Və hədiyyə pul mükafatı idi. Bugün onun qalibini seçdik. Çox sevindim ki, tələbə bir qıza qismət oldu. Həqiqətən çox belə ürəyimcə oldu da. Onun üçün çox stres keçirdim. O proqram tapana qədər falan filan. Biraz çətin oldu o hissəsi. Belə maraqlıydı amma. Bu arada vlogu bəyəndinizmi? Bəyəndinizsə əgər xahiş edirəm like qoyun. Bu mənim üçün çox böyük bir motivasiyadır. Kanalıma da abunə olsanız çox sevinərəm.
Və bir də sizdən kiçik bir kömək istəyəcəm daha doğrusu. Hansı tipdə videolar istəyirsiniz mənə yazın. Çünki bu işə yeni başladığım üçün hələ ki sizin maraq dairəniz hansılardır tam çözə bilməmişəm türklər demiş. Mənə bu barədə köməklik eləsəz çox sevinərəm. Hər birinizi öpürəm və hər birinizi çox sevirəm. Hələlik.